Təşəkkür edirəm Zakir müəllim. Azərbaycan Milli Kiber Təhlükəsizlik İndeksinə görə reytinqini artırıb. Kiber Təhlükəsizlik İndeksinə görə ölkədə görülmüş işlərin fonunda 177 ölkəni əhatə edən beynəlxalq reytinqdə ölkəmizin mövqeyi 82-ci yerdən 20-ci yerə qədər yüksəlib. Ümumi bal isə 93,76-ya çatıb. Bəs bu göstərici Azərbaycan üçün nə deməkdir? Hansı üstünlükləri vəd edir? Çox yaxşı haldır ki, Azərbaycan kiber təhlükəsizlik sahəsində sürətlə irəliləyir və dünyanın ilk 20 ölkəsinin sırasındadır. Bu isə əlbəttə Azərbaycanda yaradılmış həm makroiqtisadi, həm ictimai-siyasi sabitliyin də bir tərkib hissəsidir və kiber təhlükəsizlik olan yerdə əlbəttə bank texnologiyaları, maliyyə texnologiyaları və digər texnologiyaların inkişafı nöqteyi nəzərdən daha əlverişli, etimadlı bir mühit yaranır. Ölkəyə sərmayə cəlbi ilə bağlı imkanlar artır və bu isə bütövlükdə ölkədə davamlı iqtisadi inkişafın, o cümlədən ətraf mühiti, sosial məsələləri və korporativ məsuliyyəti özündə ehtiva edən ESG prinsiplərdə söykənən inkişafın təmin olunması deməkdir.